Azərbaycan enerji ixrac edən ölkədən Avrasiya məkanında enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayan mərkəzə çevrilib. Enerji siyasətinin ən mühüm komponenti isə neft və qaz ehtiyatlarını regional əməkdaşlıq və təhlükəsizlik üçün istifadə eləməkdir. Geosiyasi gərginliklər fonunda Avropada yaranan enerji böhranı göstərdi ki, etibarlı enerji təchizatçılarının sayı məhduddur. Azərbaycan isə bu şəraitdə özünü etibarlı tərəfdaş kimi təsdiqlədi. Çox müsbət sərmayə siyasəti müxtəlif sahələrə, o cümlədən enerji sahəsinə, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən, Xəzərdə hasil olunan qazın Avropa bazarlarına çıxaran boru kəmərlərinin çəkilməsinə milyardlarla vəsaiti cəlb etməyə imkan yaratmışdır. Bu, həqiqətən böyük səylər, diplomatiya, siyasi münasibət, qonşularla yaxşı münasibətlər, qonşuların qonşusu ilə əlaqələr, maliyyələşmə, yaxşı nüfuz və güclü iqtisadiyyat tələb edirdi. Azərbaycanın icraçısı və təşəbbüskarı olduğu layihələr ölkəmizin qlobal enerji xəritəsində rolunu dəyişdirərək onu hasilatçı ölkədən enerji qovşağına çevirdi. 16 ölkəyə qaz ixracı dünya miqyasında rekord göstəricilərdən biridir. Bu göstərici təkcə ixracın həcmini deyil, enerji diplomatiyasının mükəmməlliyini nümayiş etdirir. Azərbaycanın enerji diplomatiyasının gücü ondadır ki, istehsalçıları, tranzit ölkələri və istehlakçı ölkələri, baxmayaraq ki, onlar müxtəlif maraqlardan çıxış edirlər, eyni diplomatik masada bir araya gətirməyə bacardı və bugün bu uğurlu əməkdaşlıq sayəsində Azərbaycan qlobal səviyyədə enerji gündəliyinin formalaşdırılmasına öz töhfəsini verir. Regional səviyyədə isə öz təşəbbüsləri ilə regionun enerji xəritəsini dəyişmişdir. İri miqyaslı enerji layihələrinin reallaşması üçün ölkələrin razılığı, hökumətlərin koordinasiyası, beynəlxalq maliyyə institutlarının dəstəyi, tranzit dövlətlərlə etibarlı münasibətlər tələb olunur. Azərbaycan məhz bu mürəkkəb diplomatik mexanizmi qurmağa nail olub. Bakı həm Avropa İttifaqı, həm Türkiyə, həm Mərkəzi Asiya dövlətləri, həm də yaxın şərq ölkələri ilə paralel işləyərək enerji əməkdaşlığını genişləndirib. Azərbaycanla yeni razılaşmaların əldə olunması və Azərbaycandan qaz tədarükünün genişləndirilməsi, o cümlədən Almaniya ilə əməkdaşlığın dərinləşdirilməsi olduqca müsbət qiymətləndirilir. Almaniya üçün etibarlı qaz təchizatı strateji əhəmiyyət daşıyır. Hətta indi yay mövsümündə belə qışın yenidən sərt keçəcəyi və bunun əhali ilə yanaşı iqtisadiyyat və sənaye üçün də enerji təchizatı riskləri yaradacağı aydındır. Bakıdan uzanan və Cənub qaz dəhlizi vasitəsilə Avropaya birbaşa çıxan mavi yanacaq axını bugün böhranın fəsadlarını aradan qaldırmaq üçün ən strateji və təhlükəsiz marşrutdur. Avropanın gələcək inkişafı və enerji sabitliyi birbaşa olaraq Azərbaycanın enerji resurslarının həcmindən və bu geosiyasi regionun sabitliyindən asılı vəziyyətə gəlib. Azərbaycan nümunəsi göstərir ki, enerji layihələrinin uğuru yalnız təbii sərvətlərlə deyil, güclü dövlət idarəçiliyi, etibarlı tərəfdaşlıq və uzunmüddətli strateji baxışla mümkündür. Bu düsturun uğurlu icrası nəticəsində ölkəmiz şərqlə qərbi birləşdirən strateji körpü rolunu hər il daha da möhkəmləndirir. Sabir Bilalov, ASTV xəbər.